Salam, hər vaxtınız xeyir. Realdasınız. Bəli, Azərbaycandan Ermənistana yanacaq ixracı davam eləyir və biz hazırda Biləcər stansiyasındayıq və bugün Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcər stansiyasından yola düşüb 16 vaqon dizel yanacağı Böyük Kəsis stansiyası istiqamətində yola salınır. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Qeyd edək ki, indiyənədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub. Xatırladaq ki, Azərbaycandan Ermənistana yanacaq ixracına 2025-ci ilin dekabrın 18-də başlanılıb. Həmən gün Ermənistana 1220 ton AI-95 markalı avtomobil yanacağı tədarük edilib. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam eləyir. Və bir daha xatırlatmaq istəyirəm ki, biz hazırda Biləcər stansiyasındayıq və 16 vaqondan ibarət 974 ton dizel yanacağı Azərbaycandan Ermənistana yola salınır. Mənim bu sahada çatdıracaqlarım bu qədər. Real izləməyə davam edin.